100-cü test. Sual işarəsinin yerinə uyğun olan sözü müəyyən edin. Uyğun olan söz. Sual işarəsi deməli hər üçünə aid olan sözü götürməliyik. Burada sözlər çoxdur. Bunların hər birinin transkripsiyasını yazmaq vaxt aparar. Ona görə burada transkripsiyanı yazmayacağıq. Sadəcə hansı hökmdən daha əvvəl işləməliyik ona baxacağıq. Birinci hökm deyir ki, son samit tələffüz zamanı karlaşır. Bu hamısında var. Ona görə birinci hökmlə işləmirik. Bunu saxlayırıq sual altında. İkinci hökmə baxırıq. Səs uzanması baş verir. Faydalanmaq sözündə səs uzanması yoxdur. Ona görə anı atırıq. Hamarlamaq sözündə də səs uzanması yoxdur və D-ni atırıq. Vacib var, sadəlik var, itaətkarlıq var. Deməli, ikinci hökmə görə iki variant kənarlaşdı. İndi üçüncü hökmlə işləyirik. Yazışı deyilir, aslında iki fərqli məqam var. Vacib sözündə B, P deyilir. A uzanır. Uzanma səs fərqi, tələffüz fərqi yaratmır. Ona görə bunda yalnız bir fərqli məqam var. Ona görə B kənarlaşır. Yəni, burada biz iki fərqli məqama görə işləyirik. Sadəlik sözündə də yenə A uzanır, amma fərq yaratmır. Ç isə ih deyilir. Deməli, bunda da bir var. Ona görə C kənarlaşır və yeganə cavabımız qalır E variantı. İtaətkarlıq A, Ə olduğu kimi deyilir. R-dan sonraki L, R deyilir. Sondakı Q da X deyilir və sözdə iki dənə fərqli məqam var. Ona görə bu hər üç şərti ödəyir. Sondakı Q karlaşır, X olur. Səs uzanması var, itaət A uzanır və iki də fərqli məqam var, L və Q fərqli deyilir. Ona görə düzgün cavab E variantı.